qurbanla bağlı, qurban kəsməklə əlaqəli məsələyə toxunmaq istəyirəm geniş. Bu da Allaha yaxınlaşmaq. Yemə yuzbəhu min bəhimətil ən'am, yəni heyvanlardan, yəni dəvədir, sonra inəkdir, qoyun, quzu, bunlardan kəsilən heyvanlardır, hansı ki bunlarla Allaha yaxınlaşılır. Və Allah subhanahu wa ta'ala buyurur ki, Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin, la şərikə ləh və bidəlikə umirtu və ənə əvvəlil muslimin. De, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mən bununla əmr olundum və mən müsəlmanların ilkiyəm. Fəl-adhə sünnə müəkkədə fi qavl əksər əhlil. Əksər alimlərə görə qurban kəsmək təkid olunmuş sünnətdir. Əksər alimlərə görə. Və qalə bə'dül uləmə bi vücubi və səyəti təfsil zəlik. Və bəzi alimlər isə vacib görürlər. Kimin imkanı varsa qurban kəsmək nədir? Vacibdir. Belə deyən alimlər də var. Alimlər ittifaq ediblər ki, qurban kəsib onun ətini paylamaq sədəqə baxımından onun qiymətində nəsə pul vermək və yaxud nəsə eləməkdən daha əfsəldir. Həmin vaxtda, qurban kəsilən bir vaxtda. Yəni Rasulullah sallallahu aleyhi və səlləm dahhə və la yef'alu illə mə huvə əvlə və afdal. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm özü qurban kəsib və onun ətini paylamışdır. Və tüczi şət anil vahid. Bir kəs üçün bir qoyun kəsmək kifayət eləyir. Və əhl-i beyti, yəni həmçinin özünün adından və öz əhlinin adından bir qoçun kəsilməsi kifayətdir. Lihədis Əbi Əyyub. Əbi Əyyubun hədisinə görə buyurur ki, Kənə raculun fi ahdi Rasulillah sallallahu aleyhi ve sellem yudahhə bişşət anhu və an əhli beytihi və yəquluna və yut'imun. Peyğəmbər sallallahu aleyhi ve sellemin vaxtında bir kişi bir qoç kəsdi və özünün və əhlinin adından, yəni özünün və əhlinin adından qoç kəsdi. Onu payladı. Özü də yedi, cəmaata da yedizdirdi, payladı. İbn-i Məcə rivayət edib, Tirmizi və Tirmizi. Hədis səhih. Yəni, buradan görünür ki, bir qoç kəsməklə ev əhlinin adından kifayət eləyir hamıya. Hamının adından kəsmiş sayılırsan. وَالْمَنْسُوس عَلَيْهِ فِي الْأَدَاحِ هِيَ الْإِبِلْ وَالْبَقَرِ. Və bəllidir ki, yəni ibil, dəvə, sonra inək və digər heyvanlar, qoyun, keçi, bu kimi heyvanlardan qurban kəsilir. Bəzi alimlər deyir ki, əfzəl olan böyük heyvanların kəsilməsidir. Dəvədir, sonra inəkdir. Sonra isə yəni qoyun. Sonra bundan sonra bunu tək başına etməkdir. Edə bilməyən nə edir? 7 nəfərin şərik olmasıdır bir heyvanda. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm deyir, cümə namazına cümə gününün ilk saatında gedən sanki bədənə gəlir. Bədənə gəlməsi sanki yəni dəvə, inək kəsmiş kimi sayılır. Yəni əfsəliyyəti göstərdi nə ilə? O heyvanlarla, böyük heyvanlarla göstərdi. Və bihi qal əl-əimmə əs-sələsə. Bunu kimlər deyib? 3 imam, Əbu Hənifə və Şəfi və Əhməd. Və lə-ədə fəşşət əfdal minə səb'ə bədənə və bəqər. Və digər alimlər, Məlik, məsələn, İmam Məlik rahiməhullah deyir ki, yəni qoyun kəsmək daha əfsəldir. Nəyə görə? Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm özü qurban kəsəndə qoyun kəsib. Buna da cavab olaraq deyirlər, yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm ümmətinə şəfqətindən dolayı kiçik heyvan kəsdi. Yəni məsələdə belə ixtilaf var, yəni belə deyənlər də var, bu cür deyənlər var. Əsas olan nədir? Allah üçün bu qurban kəsilsin. Yaxşı, gəlir hökmünə. Vacibdir, müstəhəbdir. Bu məsələyə gəlirik. Birincisi, bilmək lazımdır ki, bu İslamın şüarlarındandır qurban kəsmək. Bunu heç kəs, yəni ümumi bir ölkədə yaşayan, bir kənddə yaşayan cəmaatın heç birinin etməməsi bu qəbahətdir. Bunu ən azından müəyyən cəmaat etməlidir. Çünki bu İslamın şüarlarından bir şüardır, görsənməlidir. Alimlərin bəziləri deyir ki, bu vacibdir. Əvza'i və Leys, Əbu Hənifə və həmçinin İmam Əhməddən 2 rivayətdən biri odur ki, vacibdir və həmçinin Şeyxülislam Teymiyyə deyir, vacibdir və həmçinin İmam Məlikin məzhəbindən bir qövl odur ki, vacibdir. Dəlillər nədir? Nəyə görə deyirlər vacibdir qurban kəsmək? Kimin imkanı çatırsa mütləq kəsməlidir, vacibdir. Allah Teala əmr edir. Fəsalli li rabbikə vənhər.
Rəbbin üçün namaz qıl və qurban kəs. Əmr formasında gəldiyi üçün. Əmr də nəyə göstərir? Vacibliyi göstərir. İkinci hədis var. Cundub radiyallahu anhu rəvayət eləyir ki, sahihində, yəni iki sahihdə, Buxari və Müslimdə keçən bir hədisdə kim namazdan qabaq qurbanı kəsərsə, onun əvəzinə yenə kəssin. Yəni bir adam bayram namazını qılmamış, qurbanını kəsdisə, nədir? Təzdən qurban kəsməlidir. Allah Resulü sallallahu əleyhi və səlləm buna əmr elədi ki, bir də kəs. Kim deyir namazdan qabaq kəsərsə, namazdan sonra onun yerinə yenə kəssin. Və həmçinin üçüncü dəlillərdən Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kimin imkanı varsa və qurban kəsməzsə, bizim namazgahımıza yaxınlaşmasın. Bunu Əhməd və İbn Məcə rivayət eləyib və Sahih və Hakim də hədisi səhih deyib. Sonra ikinci məsələ, alimlərdən cümhur alimlər deyir ki, sünnətdir. Vacib deyil, sünnə müəkkədədir, təkid olunmuş sünnətdir cümhur alimlərə görə. Bu da Şafii, Maliki, Əhməd məzhəbinə görə, İmam Əhmədin məzhəbinə görə, yəni onlardan məşhur olan budur ki, yəni sünnə müəkkədədir, təkid olunmuş sünnədir. Nəyə görə bunlar deyir vacib deyil, sünnədir? Cabir radiyallahu anh rivayət elədiyi hədisdə, Sünən Əbi Davudda gələn hədisdə deyir ki, Salleytu mə Rasulullah sallallahu aleyhi ve sellem Eid-il Adha. Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər qurban yəni günü, qurban bayramı günü bayram namazını qıldım. Fələmmən sarfa ətə bi kəbşeyn fədəbəhəhu. Və sonra namazdan sonra iki heyvan, iki qoç gətirdi və onları kəsdi və dedi Bismillah, Allahu Akbar. Bu Allahım, bu mənim adımdan və ümmətimin adındandır. Peyğəmbər sallallahu əleyhi və səlləm iki qoç kəsdi, mənim və əhlimin, mənim əhlimin və ümmətimin adından. Və həmçinin ikinci dəlillərdən vacibliyi müstəhəbə gətirən dəlillərdən Buxarıda gələn hədisdə gəlir ki, mən əradə minkum ən yudahhə. Sizlərdən kim qurban kəsmək istəsə, fələ yəxud min şa'rihi və əzafirihi. O zaman saçından və dırnağından götürməsin. Burada kəlmə gəlib ki, siz istəsə kəlməsi. Sizdən kim qurban kəsmək istəsə. Bu istəsə kəlməsindən götürüblər ki, yəni bu artıq nədir? Vacib deyil, müstəhəbdir. Amma hər bir halda insan çalışmalıdır, imkanı varsa, ixtilafdan çıxmaq üçün, mənim üçün Allaha yaxınlaşmaq üçün qurban kəssin. Şərtlər nədir? Qurban kəsəndə şərtlər nədir? Hansı şərtlər olmalıdır? Birincisi, heyvanın yaş həddi. Yəni, qurbanlığa çatacaq yaş həddidir ki, həmin yaşda heyvan kəsmək, yəni o yaşda qəbul olunsun, yəni doğru olsun. Bu da nədir? Qoyun 6 ay. 6 ayı keçməlidir. Keçi sənə, 1 il. Keçidə 1 il. İnəkdə 2 il. Dəvədə neçə ildir? 5 il. Dəvədə də 5 il. İkinci şərt. Yaşı dedik, birinci şərt. İkinci nədir? Eyiblərdən salamat olması. Eyiblər də nədir? Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, qurbanlıqda bu 4 şey olsa, nədir? Sayılmır. Yəni, qurbanlıqda bu 4 şey olsa, doğru olmaz. O da nədir? Birincisi, kör olmasıdır. Heyvanın kör olmasıdır. Açıq-aşkar onun kör olması görsənir. Xəstəliyi, konkret olaraq açıq-aşkar xəstə heyvan qurban kəsilməz. Axsaq heyvan ayağını zədə alıb axsıyır və axsaqlığı da görsənir. Bu heyvan nədir? Bundan da qurban olmaz və həmçinin həddindən artıq arıq olan heyvan. Həddindən artıq arıqdır. Yəni, belə deyil, bir dəri, bir sümük. O cür heyvandan da qurban kəsilməz. Və həmçinin digər eyiblər var ki, bundan kiçik eyiblər, onların olması nədir? Qurbanın kəsilməsinə, səhihliyinə, doğruluğuna zərər etməz. Qurban kəsilməsi doğrudur onlardan. Bu da nədir? Misal üçün, buynuzun biri qırıq və yaxud qulağının biri kəsik olarsa və həmçinin qulağı yaralı olarsa və bu heyvanlardan qurban kəsmək əslində olar, amma müstəhəbdir ki, Allaha yaxınlaşmaq üçün edilən əməldir, ən gözəlini seçəsin. Ən gözəlini seçmək daha yaxşıdır. Üçüncü məsələ, qurbanlıq heyvanın satışı. Artıq heyvan almısan ki, qurban kəsəcəm, niyyətin onun nədir?
qurban kəsməkdir, sonra satırsan olmaz. Onu satmaq olmaz. O artıq qurbanlığa sən niyyət eləmisənsə, nədir? Artıq onu qurban kəsməlisən. Yaxşı, necə bölünsün? Qurban kəsildi, necə bölünsün? Bölmə əhkamları. Müstəhəbdir ki, o ətdən ilk olaraq o ətdən yesin. Özü. Kəsən adam o ətdən yesin. Peyğəmbər sallallahu əleyhi və səlləm 60-dan çox qoç kəsdi həcc vaxtı və neynədir? Götürdü hər qoçun yəni ətindən biraz bir qazana qaynatdı və oradan yedi. Yəni insan müstəhəbdir ki, qurban kəsirsə, nədir? O ətdən özü yesin. Nə vaxt qurban kəsildi? Peyğəmbər sallallahu əleyhi və səlləm bəllidir ki, Ramazanda nəsə yeyib gələrdi. Qurban bayramı desə nədir? Qurbanı kəsəndən sonra yeyərdi və o ətdən yeyərdi. Sonra müstəhəb olan əməllərdən, yəni bu qurbanı 3 yerə bölmək. 3 yerə bölmək. Sulusən li-akl və sulusən lil-hədiyyə və sulusən lis-sadaqa. 3də birini özünə, 3də birini hədiyyə, 3də birini isə sədəqə verməkdir. Ola bilər, yəni biri deyir, qurban əti verirəm, adam imkanlıdır. Fərqi yoxdur, imkanlıdır, olsun. O hədiyyədir. Hədiyyə verə bilərsən. Həmçinin kasıba da verilən nədir? Sədəqədir. Bu məsələni kim deyib? İbn Məsud, İbn Ömər radiyallahu anhum. Yəni 3 yerə bölünməsi. Bir hissəsini özünə, digərini hədiyyə, digərini sədəqə. İbn Ömərdən gəlib və İbn Məsuddan gəlib bu əməl. Qurban ətindən heç nəyi satmaq olmaz. Dərisini satmaq olmaz. Heç bir şey. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim qurbanlığın dərisini satarsa, onun qurbanı yoxdur. Yəni insanın qurbanı batil ola bilir bununla. Hədis həsəndir, həsən hədisdir. Və həmçinin la yu'təlil cəzzər minhə şeyə. O heyvandan qurbanı kəsən qəssab üçün heç bir şey verilməz. Necə verilməz? Əvəz olaraq, yəni işinin zəhmət haqqısı kimi ətindən, dərisindən heç bir şey icazəli deyil vermək. Yəni nəsə verməksə pay kimi verə bilərsən, bəli. Amma sırf o işi gördüyü üçün ona zəhmət haqqı kimi oradan vermək də olmaz. La yu'ti el-cəzzar minhu şey min zəlikə alə səbil el-ucra. Əli radiyallahu anh sözünə görə, Əli radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə əmr elədi heyvanı kəsməyi və onu sədəqə etməyi, onun ətini və həmçinin onun dərisini və qəssaba isə ondan heç bir şey verməməyi mənə əmr etdi. Və nə dedi? Dedi, biz özümüz ona göndərəcəyik. Muttafaqun aleyh, Buxari və Müslim rivayət edib. Yəni, hədiyyə kimi verə bilərsən, pay kimi verə bilərsən. Amma zəhmətinin işinə görə işin əvəzi olaraq olmaz. Qurban kəsmək istəyən bir müsəlman bu günlərdə nəyidən çəkinməlidir? Dələt sünnə alə ənə mən əradə əd-dəhiyyə vəcib aleyhi ən yəmsək anil əxzi min şə'rihi və əzfərihi və bəşərətihi. Sünnə dəlalət eləyir ki, qurban kəsmək istəyən şəxs, yəni dərisindən, saçından, dırnağından götürə bilməz. Yəni bu günlər daxil olarkən, yəni Zilhiccə artıq daxil olarkən, bu gün yəni saçından, dırnağından götürə bilməz. Bayaq zikr etdiyimiz hədisə görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Zilhiccənin hilalı görünərkən, Zilhiccənin hilalını gördünüzsə, nədir? Kim qurban kəsmək istəyirsə sizlərdən öz saçından, dırnağından götürməsin. Və həzə əmrun lil-vücub. Bu əmr vacibliyi dəlalət eləyir. Və nəhi lit-təhrim. Qadağa, haramlıq göstərən qadağadır. Haramlığı bildirən qadağadır. Alə ərcəhil əqval. Yəni qövüllərin racihinə görə. Lənnəhu əmrun mutlaq. Və nəhi mücərrad lə sarif ələhmə. Dediyim kimi, yəni sarif yoxdur. Sarif olmadığı üçün. Sarif nədir? Onu haramlıqdan çıxardan digər bir hədis, müstəhəbə və yaxud məkruha salan bir şey yoxdur. Nə vaxta kimi dırnağının saçına götürmür? Nə vaxta kimi? Qurbanı kəsənə. Qurbanı kəsdinsə, elhamdülillah. Bir məsələ də var. Bir insan digərini
vəkil təyin eləyib. Özü kəsə bilmir, pulunu göndərir ki, sən kəs. Saçından, dırnağından götürməyən kimdir burada? Hər ikisidir, yoxsa kəstirən? Kəsən bəs, o da qurban kəsir axı. Ona olar. Çünki o əsas burada nədir? Kəstirəndir. Qurbanı o kəstirir. O birisi vəkildir. Və bu qədər. Burada olan məsələlər inşallah Allahdan ümid edirəm ki, inşallah ki, faydalı olar. Allahdan istəyirəm faydalı olsun. Allah Subhanahu taala bizi bu günlərdən xeyirli istifadə etməyə, faydalanmağa müvəffəq eləsin. Bizi bağışlanan qullarından etsin. Və subhanakallahumma bihamdik əşhədu en la ilahe illə ente estağfiruke və etûbü ileyk.